Əgər bir alim, bir zalimi dəyirmanına su tökən hər hansı bir sözü işlədirsə, bir cümləni işlədirsə, bu elə saray mollası. Bəla burasındadır ki, bu cür mollalar məsum imamların həyatlarından özlərinə bəraət qazandırırlar. Misal üçün İmam Rza əleyhissalamın məmunun yanında olması kimi. Halbuki o məsələ ilə bu məsələnin yerlə göy qədər fərqi var. İmam Rza əleyhissalam məmunu insanların arasında sözlə bir günə qoydu ki, İmam Rza əleyhissalama deyir ki, məmun gəl otur mənim yerimdə. İmam Rza əleyhissalam ona çox gözəl cavab verir və onu biabır edir insanların arasında. Deyir ki, əgər o yer sənə məxsusdursa, niyə mənə verirsən? Yox, əgər mənə məxsusdursa, sən orada nə gəzirsən? O özünə bəraət qazandıran molla bu sözü, İmam Rza əleyhissalamın sözünü deyə bilər müasirinin zalımına. Məhz buna görə də deyirik ki, təhlil etmə qabiliyyəti, siyasi baxış olmalıdır möminlərdə, vacibdir.